Cümə surəsi Mədinədə nazil olmuşdur. 11 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Göylərdə və yerdə nə varsa, hamısı mülkün, yer-göy mülkün hökmüdarı, sahibi, müqəddəs, pak, yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib, onun şəninə təriflər deyər. Əksəriyyəti yazıb oxumaq bilməyən ümmi ərəblərə özlərindən peyğəmbər göndərən odur. Bu peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar assalar da, onlara Allahın ayələrini oxuyar, onları günahlardan, şirk və küfr çirkabından təmizləyər, onlara kitabı və hikməti, Qur'anı və şəriyyəti öyrədər. Allah Teala Muhammed Aleyhisselamı ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da, İslamı qəbul etməmiş indiki ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonraki tayfalara da peyğəmbər göndərmişdir. Və ya o peyğəmbər kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da, başqa ümmətlərə də öyrədər. O yenilməz qüvvət, hikmət sahibidir. Bu, Allahın istədiyinə əta etdiyi mərhəmətdir, kərəmdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir. Tövrata əməl etməyə mükəlləf olduqdan sonra, ona əməl etməyənlər, Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra, hökmlərini lazımınca yerinə yetirməyənlər, belində çoxlu kitab daşıyan, lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan ulağa bənzərlər. Muhammed Aleyhisselamın həqiqi peyğəmbər olmasına dair Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir. Allah zalim, kafir qövmü doğru yola yönətməz. Ya Peyğəmbər, de, ey Yəhudilər, əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və bunu doğru deyirsinizsə, onda Allahdan ölüm diləyin. Halbuki onlar, dünyada öz əlləri ilə etdikləri əməllərə, qazandıqları günahlara görə heç vaxt ölümü diləməzlər. Allah zalimləri çox gözəl tanıyandır. Ya Peyğəmbər, de, qorxub qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin, Allahın huzuruna qaytarılacaqsınız. O da sizə dünyada nələr etdiyinizi bir-bir xəbər verəcəkdir. Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir. Namaz qılınıb qutardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diliyib axtarın. Yenə öz işinizə qaydın və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız. Onlar, möminlər, bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə, minbərdə xütbə oxuduğun halda qoyub ona tərəf cumdular. Ya Peyğəmbər, de, Allah dərgahında olan savab, əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır.